bu tövsiyələrin... Sərgidə dekorativ tətbiqi sənət, qrafika və heykəltaraşlıq üzrə 3 dəfə Respublika müsabiqəsi laureatları Mübariz Əkbərov və Şaiq Məmmədovun, heykəltaraş Cəmaləddin Rüstəmovun əsərləri nümayiş etdirildi. İkinci Respublika müsabiqəsi Dədə Qorqudun Öyküzənin illinə əsr olmuşdu. Orada mən Dədə Qorqudun kitabını üzün eləmişdim. Və bu laureat adı verildi orada. $1000 ABŞ dollar məbləğində pul mükafatına layiq görüldü. Və bu vaxtı Polad Bülbüloğlu bizim mədəniyyət nazirimiz yanaşdı mənə ki, və Drezdendəki əl yazmasının faksimilesini göndəriblər bizim prezidentə təqdim eləmək üçün almanlar. Onun üzrə eləmək lazımdır. Mən sifarişi götürdüm, elədim. Və mən bu metal üzrə işlərə başlayarkən elə ilk dəfədə müraciət elədiyim Nizami Gəncəvinin kitabının üzü oldu. Və həmin əsər burada nümayiş etdirilir. Burada ekspozisiyada var. Sonra Füzuliyə müraciət eləmişəm. Sonra Quran-ı Kərimə müraciət eləmişəm. İtaliyada bir qəlyan, bir dənə də alışqan olmalıdır muzeydə. Hansı muzeydə də dəqiq bilmirəm. Türkiyədə var. Almaniyada çoxdur, bir 5-6 işim adresi orada desin, daha çox poçtürlər alıblar. Prezident tərəfindən Tatarstan prezidenti Mirtemir Şərmiyevə hədiyyə olundu. Bir də bir neçə işlərimi hədiyyə ediblər. Vallahi indi kim verib, nəyə verib onu bilmirəm. Dahi rəssam Leonardo da Vinci deyirdi ki, hər bir qayada bir insan surəti var. Sadəcə onu artıq hissələrdən azad etmək lazımdır. Əsas məni maraqlandıran portretdir. Yəni portretdə insanın daxili aləmi, insanın mimikası. Yəni insanda olan özünü biruzə verəndə nəsə bir xarakter kimi. Onun məni maraqlandırır. Ona görə də burada iştirak elədiyim, qoyduğum işlərin çoxsu portretlərdir. Gələcək işlərimdə də çalışıram ki, gözəlləri qadınlardan iştirak edeyim. Yəni onlar plastika məni əsas maraqlandırır. İndi çalışıram ki, nəsə bir şey eləyəm. Xalqımızın min illərdən qalan ənənələrini yaşadan bu əsərlərin hər birinin arxasında Azərbaycan tarixi, mədəniyyəti və milli sənət nümunələri dayanır. Bu sənət əsərlərinin daha geniş auditoriyalarda baxışlarının keçirilməsi və bu sahədə davamçıların hazırlanması üçün şərait yaratmaq mədəniyyətimizin inkişafı üçün çox lazımdır. Xalidə Babayeva, Rövşən Əmraslanoğlu, Xəbər Plus.